Mir Təmir Tikinti MMC-nin rəhbəri Mir Məmud Abbasov külli miqdarda pulunun ələ keçirildiyini iddia edir. Bir xəbər media Qafqaz Info istinadən xəbər verir ki, iş adamı şəriki tərəfindən 380 min manat pulunun mənimsənildiyini deyir. O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımovun əməlləri ilə bağlı dövlət qurumlarına şikayət edib. Mən Mir Təmir Tikinti MMC-nin təsisçisi və direktoruyam. Müəssisə 2022-ci ilin fevral ayında təmir tikinti fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə təsis edilib. Həmin vaxt 20 saylı Yol İstismar İdarəsinin rəisi Mirqiyas Kazımov mənə şəriklik təklif etdi və mən razılaşdım. Onun səyləri ilə Mir Təmir Tikinti MMC-nin adından Bakı 1 nömrəli Yol İstismarı MMC və 17 nömrəli xüsusi təyinatlı Yol İstismarı MMC-lərlə təmir tikinti işlərinin görülməsi haqqında müqavilələr bağladıq. Bu müqavilələrin bağlanmasında Kazımovun başlıca rolu oldu. Adı şəriklik olsa da görülmüş işlərə Mirqiyas Kazımov heç bir vəsait qoymadı. İşlərin hamısı mən Mir Məmud Abbasovun şəxsi vəsaiti ilə icra edildi. Şikayətçi bildirib ki, şəriki müəssisənin mühasibət işlərinin aparılması Mirqiyas Kazımovun dostu Berk Qrup şirkətinin rəhbəri Kənan Ağayeva həvalə edib. Biz müəssisənin möhürünü və asan imza nömrəsini Kənan Ağayevə təhvil verdik. Mən öz vəsaitimlə Bakı-Quba yolunda təmir tikinti işləri apardım. İşləri yekunlaşdırıb, təhvil təslim aktı ilə təhvil verdim. Gördüyüm işlərin pulu müəssisənin hesabına daxil olan kimi Mirqiyas Kazımov və Kənan Ağayev pulları öz yaxın adamlarının bank hesablarından müxtəlif istiqamətlərə köçürərək nağdlaşdırılmasına nail olublar. Eyni zamanda cəmiyyətin direktoru kimi mənim xəbərim olmadan Mir Təmir Tikinti MMC-nin adından müxtəlif layihələrdə çıxış edərək vergidən yayınıblar. Mir Məmud Abbasov baş verənlər barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etdiyini, lakin heç bir nəticə olmadığını əlavə edib. Sözgedən problemlə bağlı qurumun sabiq rəhbəri Salih Məmmədovun qəbulunda olub, şikayət etməyimə baxmayaraq heç bir müsbət nəticə əldə edilmədi. Nəticədə pul qazanmaq üçün şəxsi evimi satıb, təmir tikinti işləri aparmaq həvəsinə düşmüş biri kimi hazırda acınacaqlı vəziyyətdəyəm. Üstəlik, qarşı tərəfin hədə qorxusu ilə üzləşməkdəyəm. Yaranmış borca görə vergi orqanı tərəfindən ölkədən çıxışıma məhdudiyyət də qoyulub. Ona görə müalicə məqsədi ilə də ölkəni tərk edə bilmirəm. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə sorğuya cavab olaraq bildirildi ki, müraciətdə adı qeyd olunan Mirqiyas Kazımov hazırda həmin qurumda çalışmır.